belə bir halın təkrarlanmamasına çalışacaq. Şamil Əbdülmüslümov daha yaxın məsafəli döyüşə üstünlüyü verir, bu hiss edilir. Xüsusilə də parterdə. Şkondriçin isə güclü tərəfi ayaq üstü davadır. Xüsusilə də ayaq zərbələri. Büdrəyərək yerə yıxır Şamil Əbdülmüslümov və Şkondriç də onun üzərinə gedmir. Dərhal referi həmin nöqtəyə gəldi. İndi köməkçiləri ringə dəvət edəcək və burada ringin təmizlənməsi halını izləyəcəyik. Kiçik bir fasilə yaranır. Человек срочно на ринг. Şkondriçin köməkçisi yanındadır. Ona neysə başa salmağa çalışır. Şamil Əbdülmüslümov yeri yıxıldı. Sözsüz ki, burada digər bir idmançı olsaydı, hətta onun üzərinə gedək zərbə endirməyə çalışardı. Lakin Şkondriç çox təcrübəli atlet olduğunu burada da nümayiş etdirdi. Belə bir vəziyyətdə centlmen sayaqda alınaraq, hətta onun üzərinə atılmadı belə. Referi də dərhal da görüş saxlayır. Nəhayət ki, köməkçi tapılıb, ringə dəvət edilir və azərkeşlər də məhz onu alqışlayırlar. Döyüşün bərpası məhz ondan asılıdır. Siz isə Şamil Əbdülmüslümovu görürsünüz ekranlarınızda. Azərbaycan komandasının üzvü. Beləliklə nəhayət ki, görüş bərpa edildi. Şamil Əbdülmüslümov Şkondriçi yenə də yerə yıxır. Və yenə də yerdə zərbələr. Elə də qüvvətli deyil. Belə halda, belə vəziyyətdə olan zərbələr. Nə Şkondriç, nə də onun rəqibi. Şamil Əbdülmüslümov belə bir vəziyyətdə, məsafənin az olduğu bir vəziyyətdə qüvvətli zərbələr endirə bilmir. Referi yenidən döyüşçüləri ayağa qaldırdı. Burada hansısa bir həll edici bir anın hətta olmayacağını güman edərək demək olar ki, Şamil Əbdülmüslümovun hücumunun bir nəticəsi olacağını görmədi, nə də İlyas Şkondriç sözsüz ki, bu hücumdan heç bir şey, bu vəziyyətdən heç nəyə nail ola bilməyəcəkdi və referi də döyüşü maraqlı etmək üçün nəticə bunlardır. Nəzərə alınır. İndi yenə də Şkondriç dizi ilə zərbə endirməyə çalışdı. Lakin bu dəfə onun diz zərbəsi dəqiq olmur. Şamil Əbdülmüslümov qaça bildi onun diz zərbəsindən. Hər iki idmançı həll edici bir zərbəyə gözləyirlər. Daha çox İlyas Şkondriç fürsət gözləyir. Şamil Əbdülmüslümov isə parterdə döyüşün taleyini həll etmək fikrindədir. Çox güman ki, bu döyüş də sona qədər gedəcək. Və biz yenə də hakimlərin qərarını gözləmək məcburiyyətində olacaq. Əl və ayaqları ilə qüvvətli zərbələri var Şkondriçin, lakin fiziki cəhətdən Şamil Əbdülmüslümov zəif deyil. Yenə də rəqibini yerə yıxır. Bir güləşçi kimi daha yaxşı, daha güclü olduğunu sübuta yetirir Şamil Əbdülmüslümov. 90 kiloqram çəkiyə malikdir. Şkondriç 95 kiloqram çəkiyə malikdir. 5 kiloqram gördüyünüz kimi daha ağır çəkisi var İlyas Şkondriçin.
Yenə də oxşar bir ssenarını izləyirik. Referi yəyin ki, belə devam edərsə, yenə də idmançıları ayağa qaldıracaq. Şamil Əbdülmüslümov da hər hansı bir fənd işlədə bilmir. Yalnız zərbələri endirir. Belə zərbələrlə isə İlya Şkondriçi təslim etmək mümkün deyil. Bu dəfə bir qədər arxaya çəkilərək nisbətən qüvvətli zərbə endirdi Şamil Əbdülmüslümov və referi idmançıları yenidən ayağa qaldırır. Parter vəziyyətində bu döyüşdə yəyin ki, vaxtından əvvəl qalib olmayacaq. Məhz buna görə də referi yenidən döyüşçüləri ayağa qaldırdı. Ayaq üstü mübarizə. Şkondriçin daha bir yumruq ilə zərbəsi alınmır. Və yenə də yəyin ki, Şamil Əbdülmüslümov Şkondriçi yıxa biləcək. Bəli, bunun şahidi oluruq. Şkondriçi güləşdə elə də güclü deyil. Onun əsas gücü lakin indi boğucu fənd işlədə bilər. Şkondriç, Şamil Əbdülmüslümov belə vəziyyətdən çıxa bilir. Dərhal da zərbə endirir yumruğu ilə. İlya Şkondriçə belə zərbələrin sayının çox olması Şamil Əbdülmüslümov da sonda həll edici olacaq hakimlərin yekun qərar qəbul etməsində. Beləliklə qonq işarəsi, qonq səsi, idmançılar döyüşü başa çatdırırlar. 7-ci döyüşdə geridə qalır Şkondriç və Şamil Əbdülmüslümov arasında. Son qərarı hakimlər qəbul etməlidirlər. Zənnimcə burada qalib Şamil Əbdülmüslümov olmalıdır. Lakin Şkondriçin də zərbələri, xüsusilə də diz zərbələri yaddan çıxmamalıdır. Zərbələrin sayının çoxluğuna görə sözsüz ki, üstün Şamil Əbdülmüslümovdur. Bundan əlavə fəallığı ilə də o rəqibinə nisbətən seçilirdi. Hakimlərin mərkəzləşdirilmiş bir qərar olacaq. Yan hakimlərin qərarı ikinci döyüşdür ki, sona qədər davam etdi. Əvvəlcə Akşin Babayev ilə Jil Saraf arasında, bundan sonra isə hazırda izlədiyimiz Şamil Əbdülmüslümovla İlya Şkondriç arasında. İlk dəfə hakimlər Akşin Babayev ilə Jil Saraf arasında döyüşdə qalibi məhz Akşin Babayev olduğunu bildirmişdilər. Hal-hazırda isə vəziyyət necədir? Biz bunu izləyəcəyik. Aparıcı da, şounun aparıcısı da artıq ringin mərkəzindədir və onda hakimlərin artıq qərarı var. O artıq kimin qələbə qazandığını bilir və indi həm bizim, həm də azərkeşləri üçün, həm televiziya tamaşaçıları üçün, həm də Sərhədçi İdman Olimpiya kompleksində toplaşan azərkeşləri üçün təqdim edir. Şamil Əbdülmüslümov! Şamil Əbdülmüslümov qələbə qazanır. Hakimlərin qərarına görə Azərbaycan komandası üzvü Şamil Əbdülmüslümov İlya Şkondriç ilə mübarizədə həm daha fəal idi, həm daha çox zərbə endirilmişdi və bu görüşdə qələbəyə daha layiq tərəf idi.